Salam dəyərli izləyicilərim. Mən Rəis Azərşən Usta yenə sizinləyəm. Bu günləri mən Ford Fusion markalı avtomobilin çəkişini edib sizə göstərəcəm. Deməli, burada nə kraskalanacaq və mən nə kraskalamışam nümunə olaraq göstərəcəm sizə. Deməli, kırla metalik rəngdə idi. Kırlanı kraskalamışam, detal olaraq yəni kraskalamışam və belə deyək, burada yəni seçim yalnız və yalnız gördüyünüz kimi, yəni stoykada yəni seçim yoxdur, amma qapıda yüngül seçim var. Tündür və açıqdır. Bunu nümunə olaraq mən kraskalamışam, çünki avtomobil sahibinin razılığını əldə eləmək üçün, yəni ki, belə deyək, gəlsin, baxsın, əgərsə xoşuna gələcəksə detal olaraq vurmuşam, qalsın yox, əgərsə xoşuna gəlməyəcəksə buna keçid edeyim qapıya. Belə, hələ ki bu nümunədir, bunu mən kraskalamışam və burada yəqin ki çox güman ki mən bunu təzədən kraskalayacağam, qapıya perxod edəcəm və burada da dəyərli izləyicilər qabaq bamper görürsünüzsə kəsilib, qısaldılıb, berdök olunub. Bu tərəfdə əylənsinədir, kəsilib. Bayqa izləri var burada, görürsünüz. Buraları da yəqin ki yonublar, bilmirəm niyə yonublar. Əyri olub, yoxsa nədirsə bilmirəm. Və arxa qapı, arxa kırla, to ist. Arxa kırla görürsünüz. Bura əziy olub. Düzəldiblər. İçərisi də görürsünüz. Düzmə ora girə bilməyəcəm. O tərəfdən də uzaqdır. İçəridəki arxa bura qədər gəlir. Buralar salamatdır. Bura girməyib, dəmirçi nədənsə girməyib. Hoşum kırla kraskalanacaq və arxa bufer gördüyünüz kimi. Arxa bufer. Bu tərəfdə də zədələr var, nakleykalar qopacaq və cızıqlar, zadlar, belə şeylər var. Bir də dəyərli izləyicilər, padnoşkalardır. Sağ-sol padnoşkalar. Burada desən cızıq var, nə varsa. Belə bir şeylərdir. Altıdakı burada əyrilik var, nə varsa bilmirəm. Boşun. Onu sökəndə biləcəm. Belə dəyərli izləyicilər, inşallah söküntüyə başlayıram və etap-etap bunları çəkib sizə ətraflı olaraq göstərəcəm dəyərli izləyicilərim. Dəyərli izləyicilərim, mən hazırlamışam detalları. Bəzi müəyyən yerlərdə xoşuma gəlməyən yerlər ki var idi, mən onlarda remontla şpakovkadan istifadə eləmişəm və burada da altdan obisi şpakovkadan istifadə eləmişəm, alüminiumdan. Burada da dəyərli izləyicilər, xırda, yəni xırda mikro belə deyək cızıqlar ki var idi, onları mən işləmişəm, hazırdır, badnoşkaları və bamperlər də hazırdır, hər ikisi hazırdır bamperlərin. Quruntdan sonra sürtəcəm, kraskaya hazır olan vaxtı bunu ətraflı olaraq bir də sizə çəkib göstərəcəm. Bu kırla məni çox yordu, indi baxacam, görün vəziyyət necədir. Ondan sonra əgərsə istəyəcəksə təzədən işləyəcəm, istəməzsə belə deyək, kraskaya hazırlayacam dəyərli izləyicilər. Bu qədər. Kırlanı da çıxartmışam, qabaq kırlanı, çünki qapının tinini işləməli üçün qapıya, kırlaya yəni toxunmayayım deyə ona görə buranı işlədim. Yüngül mikro baxdıqlar ki var idi orada, onları da işləmişəm. Etap-etap bunları çəkib sizə yenə göstərəcəm. Belə dəyərli izləyicilər. Dəyərli izləyicilər, şpakovka quruluşu tamamlanıb. Müəyyən yerlər ki var, bu hissələrdə mən sprey şəklində istifadə edəcəm və burada da bu hissəni kraskalamayacağım, çünki bu nümunə olaraq mən kraskalamışdım. Dediyim kimi, yəni burada detal kapotla demək olar ki %95% yəni düz gəlirdi, amma detala düşdüyünə görə stoyka ilə də həmsinin, amma burada isə belə deyək 70% yəni düz gəlirdi. Ona görə də məcburiyyət qarşısında qapının ilini mən sizə demişəm ki, yəni qapının ili
il səviyyəsi yəni aşağı olduğuna görə, yəni 2 il fərqləri olduğuna görə qapının rəngində fərq var idi. Ona görə də mən təzədən bu hissədə yüngül xırda qüsur var idi ki, bu nümunə olaraq vurmuşdum. Buradan başlayacağım düz bura qədər. Və dальнейший gedəcək. Burada da pergoda burada yerim var. Buradan da salacağım aşağı. Bu tərəfə keçməyəcəm. Sadəcə olaraq buradan aşağı düşüb dальнейший arxa bufer, qabaq bufer, 2 dənə də podnoşka kraskalanacaq dəyərli izləyicilər. Belə bir şəkildədir. İnşallah maşını mən tam kraskalayandan sonra ətraflı olaraq onu sizə yerə çəkib göstərəcəm. Dəyərli izləyicilərim, mən maşını qutarmışam. Yəni boyama işləri qutarıb və burada sizə göstərmək istəyirəm. Dediyim kimi, yəni bura mən nümunə vurmuşdum. Bura detala düşür, amma burada isə dediyim kimi, yəni perixod atdıq. Bu hissələr yəni düzəldi. O qapıdakı, buradakı o qırışlar ki var idi, düzdür. Nazikdir, amma nə qədər də olmasa ərsəyə gətirdim, düzəltdim. Burada da dəyərli izləyicilər, dediyim kimi perixod bu hissəyə qədər, lak bu hissəyə qədər, baza bu hissəyə qədərdir, amma lak isə bura qədərdir. Burada bu hissəyə girməmişəm, çünki buradan kraskanı gətirmişəm bu hissəyə qədər. Belə bir şəkildədir. Arxa bamper kraskalandı və belə deyək, mən güzgüləri, ruskaları taxmışam. Qabaq bamper də kraskalandı. Burada az bir miqdarda seçim var. Yəni gözlə az bir miqdarda görmək olur, amma nə qədər də olmasa plastikdir bu. Bu rənglərdə bir balaca fərq etməlidir. Belə deyək, az bir miqdarda fərq etməlidir. Burada da belə bir şəkildədir. Yəqin ki, bu da yəqin ki birə-bir gəlir. Çünki burada bir başa detala düşüb. Və arxa hissədə də həmçinin, arxa hissədə də belə bir şəkildədir. Burada da yəni detala düşür. Nə qədər də olmasa plastik yəni öz sözünü deyir, yəni özünü göstərir. Mən bu şeylərlə bilmirəm, bu texnologiya niyə belənçinədir, niyə belənçinə olur, başım çıxmır. Nəysə, dəyərli izləyicilər, təşəkkür edirəm məni izlədiyinizə görə. Like qoymağı və abunə olmağı unutmayın. Kodu da J7-dir.